Və belə bir ərəfədə isə dəyərli izləyicilər, Field Marshal təcili İrana gəlib, qardaş ölkədən, dost ölkədən, Pakistandan bir demək hal-hazırda bir həmlə var. Vaşinqton Tehrana hansı mesajı göndərib? İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tehranın hava limanında fotoları izləyirsiniz. Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüşüb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Global Info xəbər verir ki, məlumata görə Pakistanlı generalın səfəri çərçivəsində regionda mövcud siyasi vəziyyət və iki tərəfli münasibətlər müzakirə olunub. Bundan əvvəl isə İranın dövlət teleradio şirkəti bildirib ki, Asim Munir Tehrana Vaşinqtondan göndərilən mesajı çatdırmaq və İran-Amerika arasında planlaşdırılan növbəti danışıqların ikinci mərhələsinə hazırlıq məqsədi ilə gəlib və qeyd eləyək ki, tərəflər arasında mümkün danışıqların gündəliyi və əsas müzakirə mövzuları isə hələlik açıqlanmayıb, dəyərli izləyicilər.